Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün dadlı, ləzzətli balığın hazırlama qaydasını paylaşacağım. Əvvəlcə balıqları yaxşıca yuyuram. Ayrıca bir qabda duz, istiot və turşu götürürəm. Balıqların hər iki tərəfinə duz, istiot və turşu vururam. Balıqların hamısını bu qayda ilə hazırladıqdan sonra 10-15 dəqiqə gözlədirəm. Tavanın içərisinə duru yağ tökürəm. Ayrıca bir qabda biraz un götürürəm. Üzərinə isə duz tökürəm. Unu və duzu təqribi əlavə etdim. Daha sonra balıq ətini hər tərəfinə gələcək şəkildə unlayıram. Yağ qızdıqdan sonra unladığım balıqları yağın içərisinə əlavə edirəm. Və beləcə orta odda bir tərəfi tam qızarana qədər bişirirəm. Daha sonra isə digər tərəfini çevirirəm. Balığı çox da zəif odda bişirmək lazım deyil. Bu zaman yağı özünə çəkir. Hər iki tərəfi yaxşıca qızardıqdan sonra ayrıca bir qabın içərisinə tökürəm. Balıq süfrəyə turşu ilə, nar şərabla verilir. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, bəyənmə düyməsini basmağı, eləcə də videomu yaxınlarınızla paylaşmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.